Əvvəldə qeyd etdiyim bu hadisənin bəzi detallarını təhrif edərək, kontekstdən çıxararaq yalnız "Mən kuntu Mövla və Əliyyun Mövla" hədisini, kəlamını önə sürərək iddia edilir ki, yəni həmin hadisə zamanı Peyğəmbər Həzrət Əlini siyasi rəhbərliyə özündən sonra təyin edibmiş və demək, başqa müsəlmanlar da, bütün sahabələr də Peyğəmbərin vəfatından sonra ona qarşı çıxaraq, onu məqamından uzaqlaşdıraraq, eyni zamanda dindən də uzaqlaşıblar. Bax, bu minvalla da bütün xəlifələri kafir hesab edərək təhqir edirlər, Peyğəmbərin həyat yoldaşlarını təhqir edirlər. Bütün fəthlərdə iştirak etmiş, İslam coğrafiyasında önəmli işlər görmüş bütün İslam öndərlərini, Peyğəmbər əshabələrini, tabeinləri, təbəi tabeinləri, bax bu cür bu Fars şubiyyəsindən qaynaqlanan cərəyanlar, ideoloji təriqətlər, məzhəblər Əhl-i Beyti istismar edərək, qalxan edərək, əslində Əhl-i Beytin özünü bax bu minvalla təhqir edirlər. Həzrət Əli böyük şəxsiyyət və böyük sima idi, bunu biz qeyd etdik. Həzrət Əlinin barəsində bax bu cür ittihamlar, bu cür iftiralar yayılır. Hətta Fars mənbələrinə əsasən güya ki, Həzrəti Peyğəmbərin vəfatından sonra böyük bir ixtilaf yaranıb, böyük bir fitnə fəsad olub, xilafət üstündə, vəzifə üstündə, taxt üstündə bu Peyğəmbərin əshabı bir-biri ilə mübarizə aparıb. Hətta burada Həzrət Əlini də bir vəzifə aşıqı kimi təqdim edirlər. Sonradan da düşünüblər ki, yox, bu biraz yaxşı çıxmır. Nəticədə onu, bax, bu dediyim uydurma imamət doktrinasını təsis ediblər ki, sanki bu ilahi tərəfindən belə bir imamət varmış və Həzrət Əli də imam təyin olunubmuş, onu da insanlar bunun əlindən alıb. Elə bir Peyğəmbər olubmu ki, o gəlsin, amma Peyğəmbərlik eləyə bilməsin. Allah ona imkan yaratmasın Peyğəmbərliyə. Təbii ki, onların hamısına qarşı mübarizə aparılır. Hətta Yahya Peyğəmbəri, Zəkəriyyə Peyğəmbəri şəhid ediblər. Amma onlar Peyğəmbərlikdən imtina eləyibmi? Xeyr. Bəs onda Həzrət Əli də məgər bu deyirsiniz ki, imamət varmış, imamət doktrinası da nübüvvətdən daha üstün və önəmli bir məsələymiş. Və necə oldu Həzrət Əli bu imamətindən əl çəkdi? Madam ki, Həzrət Peyğəmbərə hətta zülm edirdilər, təklif edirdilər ki, hətta əmsə bu talib gəldi ki, deyirlər ki, əl çəksin, ona vəzifə verək, filan verək. Peyğəmbər buyurdu ki, sağ əlimə günəşi, sol əlimə ay versəniz də mən bu missiyamdan əl çəkən deyiləm, çünki bu Allahın mənə verdiyi bir vəzifədir. Bəs onda Həzrət Əli necə bu məsələlərdən əl götürürdü? Necə ondan sonra, deyək ki, Allahın təyinatını bir kənara qoyaraq, o iddia elədiyiniz şura seçkisində iştirak edirdi ki, bu əsassızdır deyirsiniz. Orada iştirak edirdi, xəlifə seçilirdi, səs vermədə iştirak edirdi. Hətta özündən əvvəlki xəlifə Osmanın seçilməsinə bais olan o şura toplanmışdı 6 nəfərdən ibarət. Onlardan biri də məhz Həzrət Əli idi. Və bu imamət vardısa, orada harada bir mənbədə yoxdur ki, o durub qeyd eləmədi ki, axı, əslində əsl rəhbər mənəm, imam mən olmalıyam. İkinci də bu ilahi tərəfindən qeyd elədiyiniz bu imamət elə məhz siyasi vəzifə üçün idimi? İndi elə Peyğəmbərlər var, heç siyasi vəzifəsi olmayıb, yəni hakim olmayıblar, amma Peyğəmbərliyini davam ediblər. Məsələn, Həzrət Musa, Həzrət İsa və başqaları, bunlar heç də hakimiyyət uğrunda mübarizə aparmayıblar. Bunlar öz missiyalarını yerinə yetirib. Amma necə olur ki, bu sizin uydurduğunuz bu Fars şubiyyəsinin imamət doktrinasında ancaq elə birinci siyasi hakimiyyət davası aparır imamlar. Yəni, imamları siz belə hörmətdən salıb təhqir edirsiniz ki, imam yalnız elə vəzifə aşıqıdır. Elə Peyğəmbər canını tapşıran kimi də bu məsələ başladı bu ixtilaf və başlayırsınız Əbu Bəkiri söyməyə, Öməri lənətləməyə, Osmanı söyməyə, nə bilim, ondan sonra bütün də təhqir olunmayan, söyülməyən bir Əhl-i Beyt nümayəndəsi, Peyğəmbər ümməti yoxdur. Axı, mən yenə də təkrar edirəm, 3-cü dəfə bunu xatırladıram və vacib bilirəm ki, Sasani imperiyası tarmar ediləndən sonra İslam xilafəti tərəfindən və bu şubiyyə İslam böyüklərini, İslam dinini, Əhl-i Beyti nə cürə təhqir eləyə bilərdi, nə cürə bunları parçalaya bilərdi, nə cürə bunlara düşmənçiliyini bildirə bilərdi. Təbii ki, bu metodu seçdilər. Heç də bu aşkar deyilə bilməzdi ki, məhz Ömər bin Xəttab Sasani imperiyasını məhv etdiyinə görə bizi qədim ata-baba atəşpərəstlik Məcusi dinindən ayırdığına görə biz bunu söyürük, lənətləyirik. Ona görə başladılar rəvayətlər və nağıllar istehsal etməyə ki, güya Həzrət Əlini
həyat yoldaşı Həzrət Fatimə Zəhra xanımı qapının arasında Ömər bin Xəttab qoydu, sıxdı, öldürdü və s. Yəni bu cür şər böhtanlar və Həzrət Əlinin qoluna ip bağladılar və bir mənbədə zəncir bağladılar, onu sürüyə-sürüyə apardılar, əlini sürtdülər Əbu Bəkirin əlinə, zorla onu beyyət elətdilər, yəni onu bir aciz bir adam kimi qələmə verirsiniz. Baxmayaraq ki, Peyğəmbər Həzrəti Muhammed Əleyhisselamı Allahın aslanı adlandırıb. Yəni Allahın aslanını məğlub və zəif bir, cılız bir obrazda təqdim etməklə əslində siz Allahı nəuzubillah cılızlaşdırırsınız ki, Allahın aslanının məğlub olması ilə Allahın məğlub olması deməkdir. Yəni bu qədim fars dinlərindən türəmiş məfkurədir. Bax bu cür məsələlər ki, alt qatda, yəni batinində bu məsələnin Həzrət Əlini və Əhl-i-Beyti aşağılamaq var. Üzdə yəni belə çıxır ki, belə təqdim edirlər ki, güya Həzrət Əlinin bunlar vəkilidir. Hamısı vəkil təyin olunubdur. Yəni bu Əhl-i-Beyt aşiqi, Hüseyn aşiqi, Əli aşiqi filan deyilən bu qondarma fars şubiyyəsindən yaranmış bir hafizi toplum yəni belə təqdim edir ki, yəni Əhl-i-Beytə bütün bu icma vəkil təyin olunub. Yəni rəsmi sənədlə bunlar Həzrət Əlinin vəkilləridir ki, yəni onlar özlərinin hüquqlarını müdafiə edə bilməyiblər o dövrdə, ona aciz olublar, heç onun imamlar da müdafiə edə bilməyib. İndi bunlar Həzrət Əlinin bu hüquqlarını mühakimə qurub müdafiə edirlər və digər müsəlmanları təkfir edirlər, lənətləyirlər, onları yanlış yolda olduğunu iddia edirlər və s. Bax, bu ideologiyanın təməlində duran məsələ əsasən Əhl-i-Beytin təhqir olunmasıdır, Əhl-i-Beytin istismar olunmasıdır. Yəni Əməvilər Əhl-i-Beytə qarşı müəyyən bir dönəm repressiyalar apardılar, işgəncələr verdilər, təhqir etdilər, amma bu dönəm artıq bitdi. Bu dönəm bitəndən sonra artıq Əhl-i-Beyti fars şubiyyəsi, rafizizm, Məcusi dininin İslam cildindəki qalıqları, Sasani ideologiyasının müsəlman cildindəki təzahürləri əsir götürdü Əhl-i-Beyti. Bu gün də Əhl-i-Beyt məhz həmin təşkilatın, həmin cərəyanın, həmin ideologiyanın əsiridir və onun istismarındadır. Bugün Əhl-i-Beyt adına, İmam Hüseyin adına nə ki mənfi işlər görülürsə, hamısı Əhl-i-Beyti təhqir eləmək üçündür. Yəni, alver biznes mərkəzinə çevrilib imamların məzarı. Elə imamın məzarı var ki, orada toplanan vəsait müəyyən dövlətlərin dövlət büdcəsindən daha çoxdur. Yəni, bunun hamısı həmin şubiyyə təşkilatının hərəkatı üçün istifadə olunur. İmamlar bu gün də zirehin içində məhbəsdədir. Sağlıqlarında olduğu kimi, yəni bu imamları əsir saxlayıblar, girov saxlayıblar, onların irsini istismar ediblər. İstədikləri terror təşkilatını yaradıb, onun adına Hüseyniyyun qoyurlar, Fatimiyyun qoyurlar və s. Yəni onların hətta torpağını belə satıb pul qazanırlar. O keçmişdə Çingizxan və digərləri bir şəhəri filanı dağıdanda onun torpağını torba ilə daşıdıb tarimar eləyirmiş. İndi Kərbəlanın torpağını torbalarda daşıyıb möhür adı ilə satırlar. Yəni İmam Hüseynin nəinki özünü, irsini, cəsədini, canını, varlığını, onun hətta torpağını belə daşıyırlar. Onun qardaşının qollarını belə, kəsilmiş qollarını belə qazanc mənbəyinə çeviriblər. Bütləşdirib pul, alver mənbəyinə çeviriblər. Bax, bu ideologiya, bu batini təqiyyə əsasında formalaşmış ideologiya böyük psixoloji təsirlər ihtiva etdiyi üçün insanların çox bu şeyləri bilmir və bunun təsirinə düşürlər asanlıqla. Bu narkotik kimi bir şeydir. Yəni insanları o dəqiqə ağuşuna alır, rəngarəng görsənir, cazibəli görsənir. Xüsus da ki, Əhl-i-Beytin adını bayraq ediblər. Bu müqəddəs pak varlıqları bunlar şüar etdiyi üçün istənilən insana bunu asanlıqla təlqin etmək, ona yeritmək olur. Bax, belə kontekstdən çıxardaraq, manipulyasiyalar edərək ki, İslam tarixini bilməyən insanların beyinlərini pozmaqdan ötürü ki, məsələn, Qədir Xunda istinin günündə Peyğəmbər nə düşünmüşdü ki, saxladı cəmaatı, elan elədi belə bir şey. İslam tarixini bilməyənlər də inanır ki, bəli, həqiqətən də bu nə üçün ola bilər ki? Və məsələ nədir? Məsələni elə qoyurlar ki, güya Həzrət Əlinin xeyrinə danışılır bu, Həzrət Əlinin haqqını müdafiə edirlər. Ona görə Həzrət Əli sevən səmimi insanlar da inanır, deyir, bəli, bu bayramdır, bu gözəl işdir. Amma mahiyyəti baxımından baxanda görürsən ki, bu zəhərdir, bu bir partlayıcıdır, bu İslamı dağıdan bir virusdur. Tutaq ki, Həzrət Əli ilə müharibə edənlər, xəvarislər bayrağa nə yazmışdılar? Hökm ancaq Allaha məxsusdur. Hətta bəzi müsəlmanlar, bax, indiki Sadırövlər kimi tərəddüdə düşdü. Həzrət Əli buyurdu ki, onların sözləri haqq olsa da, altında gizlənən mahiyyət batildir. Uymayın onların fitnəsinə. İndi necə ki, ya Hüseyin yazırlar bayraqlara, Əhl-i-Beyt filan.
Həmin eyni, bax, Həzrət Əlini öldürüb ona qarşı düşmənçilik aparanların ideologiyasını məhz bugün həmin təşkilatlar, həmin şöbələr davam elətdirir. Yəni, Həzrət Əli sevgisi bununla ölçülmür. Həzrət Əlinin liderliyini İslamın başlanğıcından bu qəbul olunmuş bir məsələ idi bütün müsəlmanlar tərəfindən. Yəni, onu bir siyasi xilafətə gətirmək üçün, yəni onun 1400 il bundan əvvəl baş vermiş hadisələrə bugün qabardıb müsəlmanları parçalamaq üçün Həzrət Əli bir yol qoyub getməyib. Həzrət Əli vəhdətin, məhəbbətin təməlini qoyub, nifrətin və nifaqın yox. Amma bugün Həzrət Əlini nifaqın və nifrətin təməlini qoymuş bir insan kimi təqdim edirlər. Məzlum, zəif, öz haqqını müdafiə edə bilməyən, öz həyat yoldaşını qoruya bilməyən, aciz bir varlıq kimi qəbul edirlər. Həzrət Əli döyüşlərdə böyük şücaət göstərdiyi kimi həyatda, siyasətdə də böyük məharətə sahib bir insanıdır. Yəni, onu bir aciz varlıq kimi, bunu da görürlər ki, yaxşı deyirlər ki, bu Həzrət Əli belə qadir bir insanıdır, necə onu bu hala saldılar. Onda da deyirlər ki, yəni istehsal olunub minlərlə hədis, rəvayət nə qədər lazımdırsa vaxtilə uydurublar. Onda da deyirlər ki, Həzrət Peyğəmbər güya vəsiyyət eləmişdi ki, məndən sonra sənə zülm eləyəcəklər, mənim qızımı, həyat yoldaşını öldürəcəklər, sənin haqqını əlindən alacaqlarsan, bunların hamısına döz, səbr ilə. Sanki nə, əstağfurullah, Peyğəmbər bu nifaqın ilə əsasına fitva vermişdi ki, səndən sonra da belə hadisələr olsun, sən də buna döz, səbr ilə ki, sonra müsəlmanlar bu rəvayətləri, bu hədisləri danışaraq, bax, beləcə parçalansınlar, minlərlə məzəblərə bölünsünlər və bir-birini ditsinlər. Gör, Peyğəmbəri necə böhtanlayıb, iftiralayırlar, şərləyirlər. Həzrət Əli əgər öz haqqını müdafiə eləyə bilmirdisə, başqalarının haqqını necə müdafiə eləyə bilərdi? Həzrət Əlinin özünü də böhtanlayıb, ləkələyirlər. Həzrət Əli sonra xilafətə gəldi. Sonra əgər başına bu cür hadisələr baş vermişsə, bu məsələləri qaldıra bilərdi. Qaldıra bilərdi ki, Peyğəmbərin qızını bu cür şəhid etdiniz, filan vaxtı bunun qanı filanı və necə oldu bu? Yəni, bunlara göz yumuldu. Və ötürüldü ki, 1400 il sonra belə bir təşkilat yaranacaq, Sasani qalıqlarının əsasında belə bir məzhəbçi ideologiya yaranacaq və bu adamlar gələcəkdə mənim haqqımı, mənim həyat yoldaşımın haqqını qalxıb müdafiə edərlər. Belə böhtanlayırsınız imamları. Yəni, bu Əhl-i Beyt imamları öz dövründə bu məsələləri qaldırdı mı, bu məsələləri önə sürdü mü? Bunlar hamısı qeyd etdiyim kimi ərəb şovinizminin nəticəsində yaranmış Əməvi xilafətinin 70 il və daha artıq Əhl-i Beytə qarşı, ümumiyyətlə İslam ümmətinə qarşı apardığı mənfi münasibətin təzahürüdür və eyni zamanda onların bir rəqibi olaraq Fars şubiyyəsinin meydana gətirdiyi xurafatlar və ideoloji pozuntulardır. Necə ki, bugün də bir Vəhabi, Sələfi, Xəvaric, təkfirçi cərəyanı var, bir də bu Həşşaşi, Şubiyyə, Rafizi cərəyanı var. Çünki bunlar bir-birinə rəqabət apararaq bir-birini inkişaf elətdirirlər. O dövrdə də elə idi. Əməvilər vardı, bir də Rafizilər vardı. Yəni, İmam Zeyd bin Əlinin adlandırdığı Rafizilər ki, onlar o kritik məqamda İmam Hüseyin kimi onu da Küfədə tək qoydular. Gəldilər ki, biz səndən o vaxt bir olaraq ki, bizə cavab ver, görək sən ilk iki xəlifəni necə tanıyırsan? O da dedi ki, mən ata-babalarımdan onların haqqında yaxşı bir sözdən başqa bir şey eşitməmişəm. Yəni, onlar fəzilətli insanlar oldu. Və beləliklə bunu bəhanə edərək ondan ayrıldılar. Rafastumuni dedi o, yəni ki, bizdən rədd oldular, ayrıldılar. Bu sözü ilk dəfə İmam Zeyd bin Əli Zeynəlabdin əleyhissalam işlədibdi Küfədə. İmam Hüseynin nəvəsi. Onu da bu Rafizilər beləcə çağırdı, İmam Hüseyin kimi babası. İmam Hüseyin kimi Küfədə tək qoydular, 218 nəfərlə. Əməvilər onları da şəhidlər. Yəni, bax, bu farsizm, şubiyyə ideologiyasının təsiri nəticəsində yaranmış belə qondarma şeylərə uymamaq lazımdır. Həzrət Əlinin böyük fəzilət sahibi, Peyğəmbərdən sonra İslam ümmətinin ən böyük alimi, ən böyük dahi şəxsiyyəti, siması, öndəri, imamı olduğunu heç kəs inkar etmir. Amma da onu bu cür iftiralarla, iddialarla, ilahi imamət istinad etməklə, Fars şahlarının, Əhəməni şahlarının özünə məxsus uydurduğu o dövrdəki ilahi sifətlərlə tərənnüm eləmək və başqaları da bunu qəbul etmədikdə onu da Əhl-i Beyt düşməni, kafir elan edərək şantaj eləmək, bu müsəlmanlıq yolu deyil, bu İslamın yolu deyil. Quranı təhrif etmək ki, Quranın
zahiri yox, əsas onun batinidir. Və batinini də istədiyin kimi, istədiyin istiqamətə yozmaq, öz məqsədlərin üçün. Bu qətiyyən İslam deyil. Qədir Xum deyilən bir bayram nə Həzrət Peyğəmbərin İslamı yekunlaşdırdığı dövrlərdə təsis olunmuyor, nə başqa bir xəlifələrin, Raşidi xəlifələrin dövründə bu təqdim olunmuyub, nə Həzrət Əli əleyhissalamın özünün xilafəti dövründə ki, 5 ilə yaxın xəlifə oldu, rəhbər oldu, İslam ümmətinə başçılıq etdi və həmin dövrdə elan olunmuyub, qeyd olunmuyub, nə də ondan sonraki imamların, Əhl-i-Beyt imamlarının həyatında yaşamında olmuyor. Sadəcə sonradan bu Kuleynilərin, məclisilərin, tusilərin imamlar adına uydurduğu çoxminlik hədis mənbələrində, rəvayət mənbələrində bu şeyləri istədikləri kimi təsis etdilər. Qeyd etdim, bu Beyhilər dövründə, Fatimilər dövründə, bir qədər sonra da artıq bu Əllamə Məclisi kimiləri də Səfəvilər dövründə. Yəni bu şeyləri meydana gətirdilər ki, İslam ümmətini parçalasınlar, zədələsinlər və parçaladılar da. Buna nail oldular da. Bax, bugün ona görə İslam ümməti 2 ya daha dəqiq desək 3 və daha çox təriqətlər üzrə, cərəyanlar üzrə pərakəndə şəkildə pərən-pərən oldu. Bax, bunu ilk dəfə rəsmiləşdirən, siyasiləşdirən bunlar oldu. İndi bəzi sadəlöv adamlar bu şeyləri qeyd edirlər. Bu, həmin o Fars şubiyəsinin tələsinə düşüb, təsirinə düşən insanlar ki, bu sanki Həzrət Əlinin fəziləti üçün qeyd olunan bir bayramdır. Bu Həzrət Əlinin xəlifə təyin edilməsi bayramıdır. Bunu qeyd edirlər. Bunun adına şadlıq evləri, restoranlar, Qədir Xum restoranları, nə bilim, şadlıq evləri, dükanlar falanlar qoyurlar. Yəni, bunların hamısı təfriqlə xidmət edən məsələlərdir, kitrəliyə xidmət edən məsələlərdir, müsəlmanı müsəlmandan bölməyə xidmət edən məsələlərdir. Qədir Xumu bu cür iddia edirlər onlar. Yəni, o heç vaxt vəhdət bayramı ola bilməz. Yəni, o bayram da deyil. O bir nifaq bayramıdır, dırnaq arası. Farsların nifaq bayramı, kitrəlik bayramı. Ki, müsəlmanların Qurban və Ramazan bayramı var, bizim də əsl bayram budur. Uydurublar imamların adına, çünki imamlar deyib ki, əsas bayram budur. Yəni, o Qurbanla Ramazan elə belə də o təmsili bir şeydir. Yəni, əsas vilayət bayramıdır, bu bayramdır. Bax, belə minvalla, yəni, dini parçalamaq üçün, indi o təsir altına düşən insanları bəlkə də heç bu yoldan döndərmək mümkün də deyil. Çünki bu Fars şubiyəsi narkotik kimi bir şeydir. Narkotikdən necə insanlar ayrıla bilmir, çox böyük müalicədən filandan sonra onu aralamaq olur. Bax, bu psixoloji təsirlə bu Fars şubiyəsinin məzhəblər adı altında, hələ xüsus Əhl-i-Beyt kimi müqəddəs bir məfhumun pərdəsi altında bunu yeridiblərsə, o insanların bu xurafatlardan ayrılması çətin məsələdir. Yəni, onlar dərin düşünüb elə bir ideologiya cızıblar ki, bundan hər oğul, hər adam qurtula bilməz, hər adam ayrılıb o virusdan müstəqil düşünə bilməz. Düşüblər o təsirə, gedirlər baxarına. Bizim ölkəmizdə də və digər yerlərdə də. Ki, bunun mahiyyəti nədir? Bu necə vəhdət bayramı ola bilər? Həzrət Əlinin özünün bir kəlməsi yoxdur. Bunu qeyd elədim, Nəhcül Bəlağa mötəbər bir mənbə hesab olunur, kitab hesab olunur. Orada Həzrət Əli bir kəlmə də bu məsələdən qeyd eləmir ki, Qədir Xumda belə bir şey oldu. Təbii ki, olduğunu biz danışdıq, qeyd elədik ki, bu məsələyə görə oldu. Amma da orada onun xəlifə rəhbər təyin olunması, Allah tərəfindən özü də təyin olunması, Həzrət Əli heç bir müzakirəsində, heç bir xütbəsində, heç bir hədisində o ayəni istifadə edərək Allahdan əmr kimi özünün xəlifə təyin edildiyini qeyd etməyib. Təbii ki, bir fəzilətli insan kimi, İslam ümmətinin Peyğəmbərdən sonra ən önəmli şəxsi kimi özünün rəhbər olmasını təqdim eləyə bilərdi və təqdim etdi də, istədi, arzu etdi də. Ancaq təbii ki, o dövrün müəyyən prosesləri səbəb oldu ki, fəzilətli şəxs qala-qala nisbətən fəzilətli şəxs xəlifə seçildi. Və Həzrət Əli də ona qarşı heç bir böyük bir problem yaratmadı, böyük bir kitrəliyə səbəb olmadı. Təbiidir, bu cür hadisələr siyasi rəhbərlikdə və dini rəhbərlikdə bu cür müzakirələrin, seçkilərin, mübahisələrin hətta olması da təbiidir, etirazın olması da təbiidir. Və təbii ki, Həzrət Əlinin də önəmini biz qeyd etdik və qəbul etdik ki, Həzrət Əli Peyğəmbərdən sonra ən fəzilətli şəxsidir. Özünün də Peyğəmbərdən sonra İslam ümmətinə əmir olmasını önə sürməkdə haqlı idi. Ancaq bunu gətirib ilahi bir missiyaya bağlamaq, imamətə bağlamaq ki,
başqa müsəlmanları təkfir eləyək, küfrdə ittiham eləyək. Çünki desələr ki, yox, fəzilətli idi, üstün idi, sadəcə seçmədilər, onda başqalarını kafir hesab eləmək olmayacaq ki, da indi seçkidir də, seçilməyib, olmayıb. Amma başqa müsəlmanları, xəlifələri, Öməri, Osmanı, Əbu Bəkiri və digərlərini, sahabələrin hamısını kafir təkfir eləməkdən ötürü nə eləmək lazımdır? Bir imamət doktrinası qondarıb uydurmaq lazımdır ki, sən demə bu Allahdan nazil olan bir işarə imiş. Həzrət Əli Allah tərəfindən imam təyin olunur. Onlar da Allaha qarşı çıxdıqlarına görə kafir oldular. Bax, Fars Sasani şubiyəsinin meydana gətirdiyi Qədir Xum bombası bundan ibarətdir. Bilin, bu bir atom silahı kimi bir şeydir. Bunu bəziyiblər güllə, çiçəklə, güya Əhl-i Beytə yapışdırıblar. Sizlər də bilmədən gəlirsizlər, bayramınız mübarək, bu bayram. Bu əslində bayram deyil. Bu Həzrət Əlinin adına yamanmış, Həzrət Əlinin alət edildiyi, ki, Həzrət Əlini bu işlərə alət qalqan ediblər. Fars şubiyəsinin dağıdıcılıq və İslamı parçalayıb məhv edicilik ideologiyasının bir təzahürüdür.